Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində avtozavoddan, yəni avtozavodun binalarına çatmamış şəhərdən gəldikdə, sağa döndükdə, deməli həmin mərkəzi yolu mən nəzərdə tuturam. Asfalt yolu Gülüstan'a gedən yolun sol tərəfində, bax qarşıda gördüyünüz bir böyük salon, eyni zamanda 3 otağı olan, bir də ki biznes otağı olan, yəni bax biznes otağı olan, deməli daşınmaz əmlak haqqında da sizə məlumat verməliyəm. Əla və keyfiyyətli təmir olunmuş, demək olar ki, hər bir şərait olan, bax belə bir məhəlləvi kirayə verilir. Hal-hazırda mən zalında yerləşirəm. Gördüyünüz kimi, bax bu gördüyünüz ev yaxın günlərin təmiri olunmuş həyət evidir. Yenidən mən sizə zalını göstərirəm. Bir zal 3 otaqdır. İndi otaqlardan birinə keçirəm. Bax bu otaqlardan biridir. Yenidən təmirini görmək mümkündür. Bax belə bir həyət evinin kirayə haqqı 600 manatdır. Ancaq mənə deyilənə görə, yəni daşınmaz əmlakın sahibi tərəfindən kompromisli variant mümkündür. Yəni razılaşma mümkündür. İndi isə ən böyük otağı göstərirəm. Bax bu böyük otaqda olan əşyalar bunlardır. Qiyməti yenə təkrar edirəm, 600 manatdır. Ancaq mənə deyilənə görə qiymətində razılaşma olmalıdır. Yəni təmiri həqiqətən əla və keyfiyyətli olunub. Evdə olan əşyalar görsün. Bax bu əşyalar haqqında da danışmaq da mümkündür. Yəni ola bilsin bu sözün, yəni özüm mən deyirəm. Yəni başqa əşyalar da gətirmək mümkündür. Onu da deyim ki, yaxın günlərdə kombi sistemi çəkilməlidir. Bax bu gördüyünüz bu otaqlara kombi sistemi çəkilməlidir. İndi mən sizə həmin biznes otağı haqqında məlumat verim. Bax bunun arxasında bax belə bir otaq yerləşir. Yenə də təmirlidir. Ancaq onun girişi addelinidir. Biznes otaqdır. Həmin otaq ilə birlikdə, bax bunların hamısı birlikdə 600 manatdır. Mənə deyilənə görə yenə təkrar edirəm. Deməli, razılaşma olmalıdır. Yenidən salonda olan əşyaları göstərdim. Kombi sistemi haqqında mən sizə məlumat verdim. İndi isə hamamına keçirəm. Paltarya maşını görmək mümkündür. Bura isə bax belə bir deməli əldamıdır, qaladovkasıdır. İndi isə hamamına keçirəm. Bax hamamı gördüyünüz kimi həqiqətən təmirlidir, böyükdür. Bax bu cürdür. Qarşıda deməli mətbəxidir. Bax mətbəxində olan əşyalar bunlardır. Gördüyünüz kimi yenə bu sözü bir neçə dəfə də ola bilsin təkrar edirəm. Yəni bu ev üçün alınıb, bax bu əşyaların hələ plyonkası üstündədir. Yəni ümumiyyətlə hamısı bu cürdür. Evdə mətbəxdə olan xaladilnikə gördüyünüz bax bunlardır. İndi mən bu həyət evinin harada olması haqqında konkret sizə məlumat verim. Həmin dediyim mərkəzi yoldan, yəni bu həyət evinə qədər olan məsafə maksimum 200 metrdir. Bu maksimumdur. İndi isə navesinin alt hissəsini görmək mümkündür. Deməli, bax həmin yoldan şəxsən özüm gəldim. Könüyevla avtovağzalından. Bax bura qədər ola bilər 7-8 dəqiqə maksimum. Bu da yenə çox sürətli bir, deməli 3 nömrəli marşrutlar işləri çox rahatdır. Yəni bax bundan başqa deməli 4 nömrəli marşrutu gördüm. Həmin marşrut ilə gəlmədim. Həmin marşrut deməli İmamzadəyə gedən marşrutdur. Bax o da həmin dediyim mərkəzi yoldan keçir. Bura isə bax bu həyəti, bu gördüyünüz bu hansı ev haqqında məlumat vermişdim. Ora aiddir, bağçasıdır. Orada isə qaladovkasıdır. Bax belə bir deməli həyət evinin kirayə haqqı 600 manatdır. Ancaq mənə deyilənə görə qiymətində razılaşma olmalıdır. Həqiqətən həm rahat yerdə yerləşir, həm evin özü rahatdır. Evin içərisində olan əşyalardan başqa kombi sistemi bax yaxın günlərdə deməli çəkilməlidir. Bax belə. Sizlərə uğurlar.